Kim tövhid üzərində Allaha ibadət edirsə, onun əməlləri qəbul olunacaq. Kim Allaha şirk qoşursa, əməlləri batıl olacaq. Allah Teala öz Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem edir ki, səndən əvvəlkilərə, baxın, bu Muhammed sallallahu aleyhi ve sellemə deyilirsə, indi biz necə? Deyir ki, səndən əvvəlkilərə vəhy olunduğu kimi, sənə də vəhy olundu ki, əgər Allaha ortaq qoşsan, əməlin batıl olacaq. Təsəvvür et ki, illərlə, 50 il, 60 il, 70 il, 80 il, 30 il, 40 il, 20 il kimi Allah nə qədər verib o qədər yaşayıb, Allaha şərik qoşsa və onu ibadət adlandırsa, Allah hamısını puç eləyəcək. Əməl dəftərində oxuyacaqsan, iqra kitəbəki, Allah deyəcək ki, oxu kitabı, açacaqsan şirk, açacaqsan dədə-babadan öyrəndiyin din, Molla Əmin sənə öyrətdiyi batil din və s. Hamısını Allah Teala deyir ki, həbəən mənsura, göydə uçan toz dənələr kimi məhv olacaq. Niyə? Şirk qoşmusan. Təsəvvür etsən əziz qardaş, bir də qayıtmaq yoxdur. Ya Rab, bir də qaytar gedim sən deyən kimi elim yox. Kəllə, heç vaxt. Və salam getdin. Ona görə tək Allaha ibadət eləmək bütün əməllərin əsasıdır. Təsadüfi deyil ki, Muhammed sallallahu aleyhi ve sellem İslamın 5 şərtindən birincisi hansı eləyib? Tövhid. Tək Allaha ibadət eləmək. Tək Allaha ibadət eləməsən, Allaha şərik qoşdan qıldığın namaz da batıl olacaq.